Trial 1, sual 15. In which option is the subjunctive mood used correctly? Hansı seçimdə subjunctive mood doğru istifadə edilir? İlk öncə onu deyim, subjunctive mood nədir? Subjunctive mood, məsələn, insist, demand, məsəl üçün deyək ki, she demanded, o tələb elədi. We go. Ya da ki, she demanded. He go. Yani he goes ola bilməz. He go ola bilər. Ya da ki, yəni ki, bu kısaca desək, insist, she insisted, she suggested ya da we suggested, we demanded, we told. Burada olur fail, yəni ki, burada əslində normal halda olmalıydı go is, amma go oldu. Yəni to be ilə, yəni to-lu fail, məsdəri silirik faildən, yəni məsələn to go məsdərdir. Biz buradan to-nu silirik, sadəcə o vəziyyətdə qoyuruq. Məsələn, I suggested being quiet to them. Mən onlara sakit olmağı təklif etdim. The thief told her to give him the money. Oğru ona pul verməyi dedi. Dedi ki, ona pul versin. Gəl baxaq A bəndidə. I suggested that they to be quiet. Dedi ki, to be olmaz. Suggest, insist, demand, told gəlir. Burada mübtəda gəlir. Sonra suggest dediyin feillər gəlir. Demand, told, insist, təkid etdi. Sonra that, sonra mübtəda və dediyim kimi xəbər də tusuz məsdər. Amma yəni bu tusuz məsdərdir sadəcə. Tusuz məsdər. Yəni çılpaq məsdərdir bu. Yəni bu burada şəxslərə görə əsla dəyişə bilməz. Yəni burada tusuz olmalıydı. The thief demanded that she gives. Baxın burada dedim. He goes olmur. Tusuz məsdərdir və şəxslərə görə dəyişmir. Sonunda s olmamalıydı. That she give him olmalıydı. I suggested that them to be. Ümumiyyətlə, bunu subjunctive mood eləyəndə, subjunctive mood budur ki, mübtəda dediyim bu suggest, insist, told, demand, bu feillər, sonra that, sonra mübtəda gəlir. Mübtəda yerində bu obyekt əvəzliyidir və bu zətdən sonra them to be quiet uyğun gəlmir. İkincisi, thief demanded that she gives him. Yenə də burada feil şəxsə görə formalaşır. Şəxsə görə, xəbər şəxsə görə formalaşır. Burada give olmalıydı. I suggested that they be quiet. Bu doğrudur. To be, tusuz feildir. The thief demanded that she give him. Bu da doğrudur. C bəndi ümumiyyətlə doğrudur. D bəndi I suggested them. Burada artıq subjunctive mood odur ki, iki cümlə olsun. I suggested sonra mübtəda. Bu mübtəda deyil. Burada sadəcə obyekt əvəzliyi işlənib. İkincisi, thief demanded she gave. Burada zamana görə dəyişir. Bu feil, burada subjunctive moodda feil şəxsə və zamana görə dəyişə bilməz. I suggested that they be quiet. Mən onlara təklif etdim. Bu birinci düzdür. They demanded that she gives. Burada yenə artıq səhvlik var. Burada şəxsə və zamana görə dəyişə bilməz. Cavab C bəndi.